Salam, hər vaxtınız xeyirli olsun. Bilirik ki, müəllimlər artıq Time-in yeni vəsaiti bu gündən etibarən təqdim olunub. İndi gəlin kitabı bir neçə dərsini bir yerdə təhlil edək. Təbii ki, bu dərslərin hər birinin izahı yerləşdiriləcək. Müdavimlər üçün testləri və qısaldılmış PDF-ləri olacaq. İlk olaraq müəllimlər çərçivədə olduğu kimi birinci mövzunu əksərən çıxarıblar və tərkibindəki bəzi hissələri də digər mövzuların tərkibində görə bilirik. Məsələn, UNESCO-nun keyfiyyətli kurikulum üçün qoyduğu meyarlar və eyni zamanda digər hissələri təhsilə aid sənədlər bölümündə görə bilərik. Burada kitab həm MİQ-ə, həm sertifikatlaşmaya hazırlaşan müəllim namizədlər üçün təqdim olunduğuna görə MİQ-ə lazım olmayan bəzi mövzuları görə biləcəksiniz. Onda da çərçivə sənədindən istifadə edərək yeyə bilərsiniz, öyrənə bilərsiniz. Sonra inteqrasiyanı ayrı mövzu şəklinə salıblar. MİQ-çilər üçün lazımlı mövzulardan biridir. Daha sonra məsələn kompetensiyalarda burada daha çox göz önünə gələn yenilik ondan ibarətdir ki, riyazi, elmi, texnoloji, mühəndislik kompetensiyalarını daha geniş şəkildə veriblər. Eyni zamanda kompetensiyalar nümunələrlə verilib ki, daha aydın sizin diqqətinizdə olsun. Təfəkkürdə deməli, bunların hər biri yerindədir. Əlavə olduğunu əvvəldən onsuz da bilirsiniz ki, təfəkkürə əlavə var. Strategiyalar öz yerində, problem həll etmə yerində. Praktik təfəkkürü öyrənəcəksiniz, analitik və abstrakt təfəkkür formalarını öyrənməli olacaqsınız. Həmçinin produktiv təfəkkür, bunların izahı olacaq. Metakognitiv bacarıqlar mövzumuz öz yerində. Bilik modellərimiz yerində. İlkin təhlildə hər hansı bir yeniləmə görmədik. Bundan əlavə müəllimlər, deməli, bizim ən çox diqqət ayıracağımız sahə deməli, səriştə əsaslı tapşırıqların hazırlanmasıdır. Bu da Doktor Normanın dərin bilik səviyyələri nəzəriyyəsində öz əksini tapacaq. Burada artıq belə deyim, ilk olaraq xatırlama, idrak taksonomiyasının elə biraz qısaldılmış versiyasıdır. Bacarıqlar, anlayışlar hissəsidir, strateji düşünmədir, genişlənmiş düşünmədir, biraz bilikdən də hətta əlavələr var. Bunlar haqqında da yaxın günlərdə izahlarımız olacaq. Sinkron, asinkron tədris tipləri onsuz da əvvəldən öyrənmişdiniz. Burada hər hansı bir yenilik ilk baxışda görmədim. Yenə də təbii ki, dərindən təhlil etmək lazımdır. Üsullardır. İlk olaraq deməli, üsullardan analitik təlim strategiyaları ilə başlayırıq. Əvvəl başlayırdıq beyin həmləsi. Sonra deməli, SWOT analizi bilirik ki, əlavə olunub. Bu öz yerində. İndi görək nə qədər biz təhlil edə biləcəyik, hansı səviyyədə. Yəni ilkin təhlildir bu mövzuların içində nə var, nə yox. Təbii ki, oxumaq, izahlarını çəkmək, hər biri vaxtımızı alacaq bizim. Planlama öz yerində. Şagird yönümlü interaktiv təlimin ikinci hissəsində bayaq mən baxanda bir balaca, kiçicik əlavələr gördüm, kiçik. Məsələn, nümunələrlə veriblər. Güzəştə getmə, məsuliyyətin bölüşdürülməsi, yəni bu kimi bir cədvəl əlavə olunub meyarlar üzrə. Fasilitasiya yerindədir. İnklüziv təlim, diferensial, bunlar artıq yəni məncə də daha məqsədə uyğundur. Bir yerdədir. Öyrənmə tərzləri. Sonra digər yeni modelimiz təlimdə rəqəmsal vasitələr, süni intellekt. Əslində istifadə edədiyimiz bir şeylərdir. Sadəcə mövzu olaraq, məsələn, Kahoot-dur, ChatGPT-dir, Canva-dır. Bunların hər birinin təhsildə istifadə olunmasıdır. Təhsildə dizayn düşüncəsidir. Əslində gözəl mövzulardır. Sadəcə olaraq səbirli olub oxumanız lazımdır. Qiymətləndirmə. Qiymətləndirmədə yəqin ki, bəzi dəyişmələr ola bilər.
ola bilər. Bunu mən təhlil edəndən sonra sizə daha dəqiq deyəcəm. Məsələn, rubrik də öz yerindədir, yoldaş qiymətləndirmələri də öz yerindədir. Yenə də təhlil etməmiz daha dərindən lazımdır. Beynəlxalq qiymətləndirmə öz yerindədir. Məsələn, burada pedaqoji psixoloji yanaşmalar var ki, əməkdaşlığa əsaslanan yanaşma, konstruktivizm. Bunlar haqqında əvvəllər eşitdiyiniz terminlərin daha geniş. Refleksiv pedaqoji yanaşmadır, adaptiv yanaşma. Əslində çətin deyil, deyim biləsiz. Çox da çətin bir şeylər yoxdur. Sadəcə kitabda yeniləmələr olanda müəllimlərdə belə bir şok effekti olur ki, biz neyniyəcəyik, necə öyrənəcəyik? Sadəcə bir dəfə nə də sual-cavaba ehtiyacınız var. Sual-cavab olduqdan sonra artıq əksər hissələr yerinə oturacaq. Belə. Yəni, deyim ki, hər hansı bir çətinliyi sonra gəlir Gardnerdir. Aha. Hətta burada Gardneri bir hissəyə baxdım mən. Fənlərə uyğun bəzi nümunələr də verilib. Yəni, çox gözəldir. Sonra çoxnövlü zəka nəzəriyyəsinin üstünlükləri əlavə biri bundandır. Ki, nə kimi üstünlükləri var? Piaget yerində. Məsələn, burada ilkin əməli mərhələ bağça dövrü, ibtidai təhsil sinifləri, digər, yəni əlavələr olunub. Sadəcə, yəni alt hissəyə əlavələr olunub ki, nəyi necə başa düşək. Scaffoldingi rubrik şəklində, yəni daha açıqlayıb veriblər ki, daha rahat başa düşəcəksiniz. Yəni bir sözlə kitab təkmilləşib. Mən bəyəndim. Sadəcə qalır oxumaq. Lawrence Kohlberg. Kohlbergdə hər hansı dəhşətli bir əlavə yoxdur. Gagnedə. Gagnedən məsələn riyaziyyat fənni üzərindən izahını veriblər. Sonra Goldmana əlavə olunmuşdu əvvəlki motivasiya mərhələsi. Yəni məncə buna elə bir dəyişmə bəli yoxdur. Jungun psixoloji tipləridir. Məsələn, ekstravert düşünmə, ekstravert hiss etmə, ekstravert duyğu bölüblər bunu. Sonra innoverti bölüblər. Belə, yəni burada dəyişiklik bulunandır. Bayağı bir işləməmiz lazım. Banduradır. Bundan əlavə, məsələn, Rogersin şəxsiyyət yönümlü yanaşmasıdır. Bu yenilikdir. Baxın, məsələn, empatiyadır, şərtsiz münasibətdir, dürüstlükdür. Yəni, bayağı bir işiniz var. Sosial emosional öyrənmə təhsil modelidir. Yəni, digər mövzularımız yeni əlavə olunmuşdur. Sanmıram ki, onlara hər hansı dəhşətli bir əlavələr olsun. Qayda prosedurlardır, konfliktlərdir. Bunlar da öz yerindədir. Yenə də təbii ki, təhlil edəcəm və təhlilləri sizinlə paylaşacağım. Siz də öz fikirlərinizi videonun rəy bölümündə yazmağı unutmayın, dəyərli müəllimlər.